Prezident İlham Əliyev Bakıda Zəfər Parkında aparılan tikinti işləri ilə tanış olub. 8 noyabr prospektində inşa olunan Zəfər Parkının ərazisi 9 hektardan çoxdur. Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir. Parka keçid hissədə 8 noyabr Zəfər gününü əks etdirən memorial abidə ucaldılacaq. Sahəsi 8200 kvadrat metr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əskər və zabitlərin adları qeyd ediləcək. Parkın sonunda Azadlıq bayrağı meydanının inşası da nəzərdə tutulur. Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır, hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq. Oturacaqlar qoyulacaq, su hövzəsinin mərkəzində isə Azərbaycan bayrağı dalğalanacaq.